Salam müəllimlər, mən Nuray Babayeva. Sizin üçün paylaşdığımız ümumi sınavın ədəbiyyat suallarını izah eləyəcəm. Gəlin birlikdə ədəbiyyat suallarına baxaq. İlk olaraq birinci sualda deyir ki, A xanasında olan cavablar doğru, doğru, yanlış, yanlış və doğru. B xanasında olanlar isə yanlış, doğru, doğru, yanlış ardıcılığı ilə sıralanmalıdır. Bu ardıcılığa əsasən uyğun variantı tapın. Yəni verilənlər bunlara uyğun olmalıdır. Gəlin görək hansılar bunlara uyğundur, hansılar deyil. Bizə uyğun olanlar lazımdır. Deyir A qızıl ifadəsinin işləndiyi cümlədə mütləq metonimiyadan istifadə olunub demək olar. Burada mütləq anlayışı yanlışdır. A qızıl nə zaman metonimiya olurdu? Pambıq mənasına gəldikdə. Amma həqiqətən də qızılın ağ rəngdə olan nəzərdə tutulubsa, biz deyə bilmərik ki, bu metonimiyadır. Ona görə də burada mütləq ifadəsinin işlənməsi bunu yanlış bir fikrə çevirir. Yanlış olduğuna görə bizdən bu hissədə doğrunu istədiyinə görə bunu çıxırıq. Çünki uyğun gəlmir. İkinci fikirdə deyir ki, dəli kür ifadəsindəki ilk söz, simvol, əsərin adı bütövlükdə epitetdir. Bu fikir də yanlışdır. Nəyə görə? Çünki dəli kür ifadəsindəki ilk söz epitetdir. Əsərin adı bütövlükdə simvoldur. Bizdən səhv istədiyinə görə, fikir də səhv olduğuna görə 2-ni götürə bilərik. 3-də Rusiya şeirinin şah əsərini çevirdim Vaqifin şirin dilinə. Bu ifadədə istifadə olunan mürəkkəb məcaz növündən Vaqifin pəri qoşmasında da istifadə olunub deyir. Amma ki, bu fikir səhvdir. Nəyə görə səhvdir? Çünki burada bu fikrin düz olması üçün verilən ifadədə mürəkkəb məcaz növü olan metaforun işlənməsi lazım idi. Amma ki, bu ifadədə, bu misralarda metafor yoxdur. Ona görə heç bizim düşünməyimizə ehtiyac da qalmır ki, Vaqifin pərisində görə metafor var, yoxsa yox. Elə fikir səhv olduğuna görə 3 də götürə bilərik. Çünki 3-də də səhv istəyirdi. 4-ə baxaq. Bayatı gəraylı qoşma kimi janrlarda cinas qafiyəyə rast gəlmək olar. Düzdür, bayatı və gəraylıda cinas qafiyəyə rast gəlmək olur. Amma qoşma janrında cinas qafiyəyə rast gəlmək mümkün deyil. Çünki cinas qafiyə qoşma və tədnisi fərqləndirən demək olar ki, əsas məqamdır. Yəni, əgər cinas qafiyə varsa, o tədnisdir, yoxdursa qoşmadır. Bu şəkildə əsasən fərqləndiririk. Çünki tədnisin demək olar ki, formal xüsusiyyətlərinin çoxu qoşma ilə eynidir. Ona görə də qoşma sözü var deyə, burada qoşma janrı var deyə biz 4-ü səhv olaraq götürürük və bizdən düzü istədiyinə görə 4-ü çıxırıq. Uyğunluq olmur. 5-ci fikirdə deyir ki, ixtilatın şirin sözün məzəli misrasında təşbih işlənməyib. Bu fikir tamamilə doğrudur. Nəyə görə? Çünki isim plus isim olduqda, bir dəqiqə, isim plus isim olduqda bu zaman bu təşbih olur. Amma isim plus sifət olduqda bu metafor olur. Burada isə ikinci sözdə sifətdir. Deməli, burada metafor var. Təşbih yoxdur. Burada səhv istədiyinə görə, fikir düz olduğuna görə 5 də çıxırıq. 6-ya baxaq. Deyir, sözə qüvvətləndirici başqa sözün əlavə edilməsi ilə yaranan bədii təsvir vasitəsi epitetdir. Bu fikir düzdür, qaydadır. Bunu heç izah etməyə ehtiyac yoxdur. Epitetin qaydasıdır və doğrudur. 6-nı da götürə bilərik, çünki düzü istəyirdi. 7-də deyir ki, antonimlərin qarşılaşdırılması ilə yaranan təzadlara antiteza deyilir. Bu fikir də doğrudur. Yenə qaydadır. Yenə izahlıq nəsə yoxdur. Qaydamız budur ki, antonimlərin qarşılaşdırılması ilə yaranan təzadlar antiteza adlanır. Və doğrunu da istədiyinə görə 7-ni də götürə bilirik. 8-ə baxaq. Deyir, litotada təşbihdəki kimi bənzətmə ola bilər. Fərq ondadır ki, litotada predmet özündən zəif olan predmetə bənzədilərək dəyərsizləşdirilir. Tamamilə doğrudur. Deməli, doğrudur deyə bunu götürmürük və daha sonra izah eləyək. Deməli, litotada özündən kiçik, dəyərsiz bir şeyə bənzətmə var. Təşbihdə isə özündən daha dəyərli, daha güclü bir şeyə bənzətmə var. Bunda qeyd edeyim ki, litota bədii ifadə vasitəsidir. Amma ki, təşbih bədii təsvir vasitəsidir. Bunu da unutmayaq. Deməli, burada cavablarımız nə oldu? 2, 3, 6 və 7. Yəni A variantı. Siz A variantını götürsəniz doğru cavabı tapmış olacaqsınız. İkinci suala baxaq. Koroğlu eposu haqqında verilən fikirlərə əsasən uyğunsuz fikirləri tapın. Həmzənin Qıratı qaçırması qolu haqqında doğru fikirlər. Deməli, doğru deyirsə yanlışı tapmalıyıq. Alı kişi qolu haqqında yanlış fikirlər. Yanlış deyirsə doğrunu tapmalıyıq. Koroğlu və Bolu bəy qolu haqqında yanlış fikirlər. Yenə yanlış deyir. Deməli, biz doğrunu tapmalıyıq. Gəlin fikirlərə baxaq. Birinci fikirdə deyir ki, bu qolda Xotkar az göründüyü üçün onun nitqindən biz onu yaxşı tanıya bilmirik. Onun acizliyini gizlətdiyini görsək də, bəzi məqamlarda bunu bilmədən göstərirdi.
İlk olaraq Xodkarın düzdür, nitqi çox deyil bu qolda. Amma ki, çox olmasa belə biz onun nitqindən onu çox yaxşı şəkildə tanıyırıq. Bu öz yerində. Fikrin birinci hissəsi onsuz da səhvdir. Bunu götürməliyik, çünki səhv istəyirdi. Bunu götürək. Amma ikinci hissəsini də izah eləyim. Deyir, onun acizliyini gizlətdiyini görsək də, bəzi məqamlarda bunu bilmədən göstərirdi. Düzdür. Xotkar acizliyini öz xalqından gizlətməyə çalışırdı. Hansı məqamda? Deyir ki, Hasan Paşaya, mən bura karvan sala bilmirəm. Koroğlu hamısının qarşısını kəsir və qoymur şəhərə karvan girməyə. Sən deyir, sala bilərsənmi? Bu zaman acizliyini Hasan Paşaya göstərmiş olur. Yəni bu bilmədən deyil, bilərək bunu göstərmiş olur. Amma xalqından gizlədir. Çünki xalq bilsə deyəcək ki, bu necə padşahdır? Yəni onu bir növ qınayacağını düşündüyü üçün bunu xalqından gizlətməyə meylənir. Amma Hasan Paşadan gizlətmir. Bu da o deməkdir ki, yəni bilmədən etdiyi bir şey deyil. Yoxdur belə bir şey. Yəni hər iki hissədə, birinci cümlədə də, ikinci cümlədə də fikir səhvdir. Birincini götürdük, çünki səhvi götürməli idi. İkinci fikrə baxaq. Bu qolda lirik parçalar Koroğlu, Eyvaz və Nigarın dilindən verilir. Koroğlunun peşmanlığına şahidlik etdiyimiz bir qoldur. Tamamilə doğrudur. Koroğlu bir neçə məqamda peşman olur. Gərək ki, Düratın açarını verməyinə görə, gərək ki, Dürat aparıb, daha doğrusu Qırat aparıb Düratı gətirməyinə görə, sonra dəlilər də ondan problemə görə hər birində biz onda bir peşmanlıq görürük. Ümumiyyətlə bu boyda Koroğlunun peşmanlığına biz şahidlik etmiş oluruq. Fikir doğru olduğuna görə biz bunu götürmürük, çünki bizə yanlış lazım idi. Üçüncü fikrə baxaq. Deməli, üçüncü fikir Alı kişi qoluna aiddir. Həsən xanın başqa ayğır seçmək təklifinə qarşı gəldiyi üçün Hasan Paşanın təklifi ilə Həsən xan Alı kişinin gözlərini çıxartdırır. Bu fikir tamamilə doğrudur. Biz də doğrunu seçməliyik. Elə üçü götürə bilərik. Deməli, Həsən xan Alı kişiyə deyir ki, get ayrı ayğır seç də. Yəni bunları bəyənmədik. Bu zaman Alı kişi deyir ki, yox, bundan yaxşısı yoxdur. Adamı deyirlər, ay kişi, nəyinə lazımdır? Get ayğırını seç. Amma bunu etmir. Nəticədə Həsən də qayıdıb bunun gözlərini çıxartdırır. Bu da ki, Hasanın təklifi ilə olur. Hasan Paşa deyir ki, onun gözlərini hərəsinə bir dəyər elə, çıxart. O da deyir ki, yaxşı fikirdir. Gözlərini çıxardır Həsən də. Bəli, fikir doğru olduğuna görə onu götürdük. Dördüncü fikrə baxaq. Həsən xanın qapısında 40 il ömür çürüdən Alı kişi gözlərinin əvəzində buna səbəb olan dayıları istəyir. Deməli, bu fikir düz ola bilərdi. Hansı məqam bunu korlayır? 40 il ifadəsi. Biz əsərin heç bir hissəsində görmürük ki, deyilsin ki, Alı kişi 40 il Həsən xanın yanında işləyib. Belə bir ifadə yoxdur. Belə bir fikir yoxdur. Ona görə də bu fikir səhv olduğuna görə bunu çıxırıq. Deyə bilərsiniz ki, niyə bu qədər kiçik bir detal mövcuddur testdə? Çünki miqdə də belə düşür, sertifikasiyada da. Artıq hər şeyi diqqət yetirməliyik. Ona görə biz də testlərdə çalışırıq ki, miq və sertifikasiya şəraitini yaradaq. Ona görə də ən kiçik məqamları testə salmağa çalışırıq. Bəli. 5-ci fikrə baxaq. Koroğlu və Bolu bəy qolu haqqında yanlış yoxdur, doğru fikirlər, yəni əksi olmalıdır. Qol Koroğlunun bir xanla dostluq binasını qoymaq fikri ilə başlayır və telli nigar şeiri ilə bitir. Bu fikir yanlışdır. Düzdür. Qol Koroğlunun Ələmqulu xanla dostluğun qoymağından başlayır, dostluq binasını qoymasından. Amma nəticədə Dağlar şeiri ilə bitir. Telli nigar şeiri ilə bitmir. Ona görə fikir yanlışdır. Bizə yanlış lazım deyil deyə 5-i çıxırıq. 6-ya baxırıq. Dünya xanım kimlərin Koroğlunun ardınca gələ biləcəyini soruşanda Koroğlu 4-cü İsabalın adını çəkir. Tamamilə doğrudur. Əvvəlcə Eyvazdır, Dəli Həsəndir, Dəmirçioğludur. Bunların da adını çəkir. 4-cü də deyir ki, İsabal da gəlmiş ola bilər, gələcək ola bilər və s. kimi. Və 6-cı fikir də düzdür deyə biz deməli hansıları götürürük? 1, 3 və 6 bizim cavabımızdır. Yəni C variantı. C götürsəniz düzgün cavabı götürmüş olacaqsınız. 3-cü testə baxaq. İsmayıl Şıxlı Namərd gülləsi əsərinə aid cədvəldə verilən uyğunsuzluğu müəyyən edin. Birinci hissədə deyir ki, aid olduğu doğru fikirlər. İndi buradan uyğunsuzluq deyə səhvləri, əsərə aid yanlış fikirlər, uyğunsuzluq deyə doğruları tapmalıyıq biz. Birinci hissədə deyir, Kərəm Mürşidi Niftalı Koxu onun düşmənidir deyə qəbul edir. Niftalı Koxuya isə pənah gətirdiyi yalanını deyir. Deməli, biz əsərin heç bir hissəsində Kərəmin Mürşidi bu səbəbdən qəbul etdiyini görmürük. Bircə məqamda deyir ki, niyə onu qəbul etmirsən? O da deyir ki, mənə pənah gətirmişdi. O da qayıdıb deyir, bəs bizə də pənah gətirmişdi də. Özün gördün ki, naxələf çıxıb mənasında deyir bunu.
Yəni bu fikir tamamilə yanlışdır. Kərəmdən belə bir şey eşitmirik, görmürük. Və ona görə də götürürük. Çünki bizə yanlış lazım idi. 2-yə baxaq. Deyir, əsərdə namərd insan ipinin üstünə odun yığmaq olmaz fikri öz təsdiqini tapır. Tamamilə doğrudur. Deməli, burada fikir nədir? Deyir ki, namərd insana güvənmək olmaz. Axır əvvəl o namərdliyini eləyəcək də, yəni o xəyanət eləyəcək. Elə əsərdə də ki, axır əvvəl biz mürşidin Niftalı Koxuya xəyanət etdiyini görürük. Ona görə də bu fikri çıxırıq, çünki bizə səhv lazım idi. Onu buraxın getsin. Onsuz da onun başına gələn gələcək. Ona görə də bu fikir yanlışdır. Yanlışdır deyə bunu götürdük. İkinci tərəfə baxaq. Buradan doğruları seçməliyik. Deyir, əsərin sonunda Kərəm Niftalı Koxanın ondan xahiş etdiyi şeyi etsə də, yoxlayanda görür ki, onun bədəni çoxdan soyuyub. Bu fikir yanlışdır. Nəyə görə yanlışdır? Kərəm Niftalı Koxanı yoxlayanda görür ki, onun bədəni soyumağa başlayır. Və ona görə də onu öldürür. Özü öldürür ki, ondan xahiş etmişdi çünki. Burada isə deyilir ki, artıq o yoxlayanda görür ki, onun bədəni çoxdan soyub, yəni o çoxdan ölüb. Bu fikir buna görə yanlışdır və ona görə də onu götürmürük, çünki bizdən düzlər istəyir bu hissədə. 5-də deyir, Niftalı Koxa vəzifəni boyunduruq kimi görmür. Düşünür ki, ya vəzifəyə dözməlidir, ya da vəzifədəkiləri özü ilə birlikdə kürə tökməlidir. Deməli, bu fikir yanlışdır. Nəyə görə yanlışdır? Çünki Niftalı Koxa vəzifəni boyunduruq kimi görür. Burada isə deyir, görmür. Buna görə yanlışdır. Bu isə səhv etmirəmsə 24-də müəllim işə qəbul imtahanında düşmüşdü ki, vəzifəni boyunduruq kimi görən obraz hansı obrazdır? Bir çox testlərdə də mövcuddur, yəni bu fikrin olması. Ona görə də bu kimi hissələrə diqqət etsək daha yaxşıdır. Bu fikri də keçdik. 6-ya baxaq. Niftalı Koxanın atası yox, atası öldükdən sonra özü mürşidə torpaqdan pay verir. Tamamilə doğrudur, doğru olduğu üçün götürürük. Niftalı Koxanın atası ona torpaq verməmişdi. Atası öldükdən sonra mürşidə torpaq verir, ev tikir, onu adam eləyir, o da axırda gəlir, onu öldürür. Deməli, bizim cavabımız oldu 1, 3 və 6. Yəni D variantı. D götürsəniz düzgün cavabı götürmüş olacaqsınız. Baxaq 4-cü suala. Mir Cəlal açıq kitab əsəri ilə bağlı verilən fikirlər doğru və ya yanlış olma baxımından müəyyən ardıcıllıqla verilməlidir. Doğru, yanlış, yanlış, doğru və doğru şəklində sıralanmalıdır. Hansısa variantda uyğunluq pozulubdur. Biz də tapmalıyıq ki, hansı variantda bu uyğunluq pozulur. A variantında Vahid evə qaydanda Sadıq kişiyə hadisələri olduğu kimi danışmır, bəhanələr gətirir kimi verilib. Deməli, bu fikir tamamilə doğrudur. Vahid evə gəlir və ona deyir ki, yəni mənim universitetdən atılmaq səbəbim sənsən, sənin işindir. Halbuki əsas səbəb bu deyildi. Əslində səbəb bu deyildi. Səbəb Gəldiyev ilə onun arasındakı rübabət problemi idi. Və bunu sonraki hissələrdə biz görürük. Yəni bu fikir doğrudur. Bu fikir doğru olduğuna görə biz bunu çıxırıq, çünki uyğunsuzluq yaratmır. B variantında deyir, Verdiyev Vahidin atasının hökumətə 225 manat naloq verdiyi üçün artıq stipendiya istəməyini qanuna zidd görür və onu qanunsuzluqla günahlandırır. İlk olaraq əsasən Vahidi günahlandıran Verdiyev deyil, Gəldiyevdir, bu öz yerində. İkinci olaraq günahlandırılma səbəbi Vahidin artıq stipendiya, əlavə stipendiya istəmək deyildi. Stipendiya hissəsində onun adı var idi, bu düzdür. Amma burada deyilir ki, artıq stipendiya istəyir deyə günahlandırılır. Burada elə bir şey yox idi əsərdə. Əsərdə yoxdur deyə bu deməli səhvdir və səhv istədiyinə görə burada da uyğunsuzluğu yenə pozmuş olmur. C-də deyir, Muxtar Vahidin məktəbdən kənar edilməsi barədə əmri oxuyanda Verdiyevin komitəyə xəbər verib bu qədər sürətli qərarı icra etməsinə təəccüblənir. Deməli, bu fikir
səhvdir və bunu da çıxırıq çünki uyğunsuzluq yaratmır. Nəyə görə səhvdir? Çünki Verdiyev komitəyə xəbər verərək Vahidi universitetdən kənarlaşdırmır. Heç bir xəbər vermir və onu universitetdən kənarlaşdırır. Buna görə də Muxtar təəccüblənir ki, bu nə idi də? Yəni heç nə demədən bu qədər sürətli şəkildə bunu niyə universitetdən atdı? Keçək D variantına. Əsərin sonunda kiçik bir fikir verilir ki, sədaqət, məhəbbət olan yerdə məğlubiyyət olmaz. Bu fikir vahid kimlərin nə olur olsun qalib gələ biləcəyini göstərir. Tamamilə doğrudur, doğru deyə çıxırıq. Əsərin sonuncu cümləsi budur ki, sədaqət, məhəbbət olan yerdə məğlubiyyət olmaz. Yəni axır əvvəl bunların olduğu insanlar qalib gələcək deməkdir bu. Buna işarə edir. Yəni vahid kimlərə işarə edir ki, yəni vahid kimi öz əməyi ilə qabağa gələn insanlar axır əvvəl hər zaman qalib gələcək. Ona görə də uyğundur deyə bunu da çıxdıq. E-yə baxaq. Səttərzadə toyda beyti elə oxuyur ki, hamı əl çalır, ona afərin deyir. O isə daha sonra övladına əqidəsini cehiz verdiyini deyir. Bu fikir yanlışdır. Elə uyğunsuzluq yaradan da budur. Eni götürürük. Nəyə görə yanlışdır? Səttərzadə toyda beyti elə oxuyur ki, heç kəs ona əl çalmır və afərin demir. Çünki səssiz şəkildə heyran-heyran ona qulaq asırlar. Və istəyirlər ki, o buna davam eləsin. Buna görə heç kəs əl çalmır, heç kəs onun haqqında heç nə demir ki, tamamilə səssizlik olsun. Bəli, deməli cavabımız oldu E variantı. Siz E götürsəniz, doğru cavabı götürmüş olacaqsınız. 5-ci suala baxaq. Mir Cəlal Vətən yaraları əsəri ilə bağlı fikirlərdən doğru olanları seçin. Əsas qəhrəman başda 2 ömür istədiyini deyir. O istəyir ki, birinci ömrü təcrübə olsun, daha sonra ona daha rahat bir ömür verilsin ki, əvvəlki ömründə çəkdiyi əziyyətləri yenə çəkməsin. Fikir tamamilə yanlışdır. Nəyə görə yanlışdır? Bunu çıxaq. Çünki düzdür, qəhrəman deyir ki, başda 2 ömür istəyirəm, ancaq ki, day demir ki, birincidə əziyyət çəkim, ikincidə kef eləyim. Bunu ona görə deyir ki, birincidə deyir mən əziyyət çəkim, deyir hər şeyi yaşayım. Əgər deyir mənim həqiqətən də haqqım olsa, ikinci ömür verilsin. Hər şeyi sıfırdan başlasın. Yəni buna görədir, yoxsa kef çəkmək üçün demir. Ona görə fikir səhvdir, çıxdı onu. Əsas qəhrəman qeyd edir ki, ömür 100 gün olsa belə 99-unu vətəndə keçirsə, yenə də doymaz. Bəli, bu fikir doğrudur və bu fikir əsərdə mövcuddur. Deyir, əsas qəhrəman bunu düşünür və biz bilirik ki, bu əsərdəki əsas qəhrəman çox vətənpərvər bir obrazdır. Fikir düzdür, onu götürdük. 3-ə baxaq. Yayda evinə qayıdan əsas qəhrəman evinə gedəndə görür ki, anası açarı həmişəki yerə qoyub, anası bunu belə açıqlayır ki, o oğlu gələndə onun qapıda qalmağını istəmir. Fikir yanlışdır. Nəyə görə yanlışdır? Çünki bu proses yayda olmur, payızda olur. 4-ə baxaq. Əsas qəhrəman ona vəzifə təklif olunsa da onu boyunduruq kimi gördüyü üçün yox, yoldaşlarından ayrılmaq istəmədiyi üçün qəbul etmir. Tamamilə doğrudur. Nəyə görə doğrudur? Deməli, burada deyir ki, vəzifə təklif olunanda boyunduruq kimi gördüyü üçün yox, yoldaşlarından ayrılmaq istəmədiyi üçün qəbul etmir. Boyunduruq kimi görən kimi Niftalı Köxə idi. Bu əsər deyildi. Və buna deyilir ki, səni başqa bir yerə göndərək. Bu da deyir ki, mən başqa bir yerə getmək istəmirəm də, yəni vəzifə artımı istəmirəm, olduğum yerdə qalmaq istəyirəm. Həqiqətən də yoldaşlarından ayrılmaq istəmir, ona görə də qəbul etmir. Yəni 4-cü fikir doğrudur. 5-də atası yeni ölən Lətifin anası Min arvad kənddə nümayəndə idi. Min arvad yaraşmasa da həmişə sədri etmək istəyirdi. Bu fikir yanlışdır. Nəyə görə yanlışdır? Çünki Lətifin atası yeni ölməmişdi. Çoxdan ölmüşdü. 6-da Lətif anasını aparmağa görə əsas qəhrəmana şəkil verir. Nəsrəddin isə onun evində tarı ilə çargah çalmağını istəyir. Qeyd edir ki, 100 topdan güllə yaxsa da o çargahın səsini eşidəcək. Tamamilə doğrudur. Bunu da götürdük. Lətif atası, daha doğrusu anasını aparmağa bir şəkil verir. Nəsrəddin də deyir ki, get bizim evə tarı çal, mən onu eşidərəm səsini nə olur olsun. Deməli, bizim cavabımız oldu 2, 4 və 6. Yəni B variantı götürsəniz, doğru cavabı götürmüş olacaqsınız. Baxaq 6-cı suala. Verilən parçanın aid olduğu əsəri və həmin əsər haqqında verilən doğru fikirləri seçin.
Bu kimi mətnlər son dövrlərdə həm müəllim işə qəbulunda, həm də sertifikasiyada ədəbiyyat suallarında düşməyə başlayıbdı. Müxtəlif formatlarda düşə bilər, müxtəlif şeylər istəyə bilər. Ona görə biz də sınaqlarımızda müxtəlif formalarda sizə təqdim etməyə çalışacağıq ki, orada hər hansı bir məqamda sizin üçün də çaşqınlıq yaranmasın. Ən azından sınaqlarda görüb getmiş olun. Deməli, parçaya baxaq. Deyir, artıq ay batmışdı. Kəndin və çöllərin üzərinə qatı qaranlıq çökmüşdü. Elə bil hər şey daşa dönüb donmuşdu. Nə ötən böcəklərin səsi eşidilir, nə də biraz bundan əvvəl kəndə çaxnaşma salan itlər hürüşürdü. Həmişə kür tərəfdən əsən meh də dayanmışdı. Sanki təbiət nəfəsini içəri çəkib susur, çəmən otlarını, kolların yarpaqlarını xışıldadıb, mürgüləyən kəndi oyadacağından ehtiyat eləyirdi. Deməli, bu hansı əsərə aiddir? Əlbəttə ki, Dəli Kür. Deyə bilərik ki, bəs biz bunu necə fərqləndirək? Axı Namərd gülləsində də Kürdən söhbət gedir. İlk olaraq müəllimlər. Əsas nəyə fikir verməliyik? Burada deyir ki, artıq ay batmışdı. Deməli, artıq səhər tezdən söhbət gedir. Deyir, yəni gecə oldu, bitdi, səhər tezdən gün də batıbdı. Yəni bu prosesdən söhbət gedəcək. Namərd gülləsində biz hardan səhər tezdən görmüşük? Yəni orada ancaq günün cırhacırından söhbət gedir, isti vaxtından söhbət gedir. Deməli, əslində mətni diqqətlə oxusaq, biz görərik ki, burada sırf Dəli Kürdən söhbət gedəcək. Məntiqlə də yəni tapa bilərik. Əsəri oxumuşuqsa, məlumatımız varsa, uyğunlaşdırıb tapa bilərik. Heç həmin hissə yadımıza düşməsə belə. Görək Dəli Kür haqqında hansı fikirlər doğrudur. Bunu ümumiyyətlə çıxa bilərik. Dördüncü fikrə baxaq. Deyir, Əhməd Pristavın köməkçisinə deyir ki, onu bəzi kitabları oxuduğuna görə məktəbdən qovublar. Bu fikir yanlışdır. Nəyə görə yanlışdır? Əhməd Pristavın köməkçisinə yox, Pristavın özünə deyir ki, onu bəzi kitabları oxuduğuna görə məktəbdən qovublar. Ona görə fikir yanlışdır. 5-də deyir, Pristavın ilk gəlişində əsas məqsədi xalqın zəif və güclü tərəflərini öyrənib ondan istifadə etmək idi. Tamamilə doğrudur. Pristav ilk gələndə düşünür ki, bu kəndçilərdən öyrənsin ki, kim güclüdür və kim zəifdir, kim kimə tabedir. Çünki gələcək vaxtda o güclülərdən istifadə etmək istəyirdi. Onları öz tərəfinə çəkərək qalan kəndliləri manipulyasiya etməyə çalışırdı. Daha doğrusu bunu düşünürdü, çalışacaqdı. Və sonra da gördü ki, Cahandarda alınmır, Mollaya tərəf çevrildi və o da elə onun istədiyini etdi. Aha. Bu fikir doğru oldu. 6-cıya baxaq. Deyir, Qəmərin başına gələnlər Cahandar ağaya bacısının ölümündən, arvadı Zərnigar və oğlu Şamxalın küsüb getməsindən daha çox təsir eləyir. Tamamilə doğrudur və bunu da götürürük. Qəmərin başına gələnlər Cahandarı çox pis təsir eləyir. Əsərin özündə də qeyd olunur ki, elə o qədər təsir eləyir ki, heç Cahandara bacısının ölümü, arvadı Zərnigar və oğlu Şamxalın getməyi bu qədər təsir eləməyibmiş. Deməli, burada bizim cavabımız oldu 5 və 6, yəni E variantı. Baxaq növbəti suala. Səməd Behrəngi Balaca Qara balıq əsərinə aid cədvəldə doğru səbəb-nəticə əlaqələrini seçin. İlk olaraq kiçik bir nüansı qeyd etmək istəyirəm. Müdavimlərin ən çox problem yaşadığı səbəb-nəticə əlaqələri nədir? Bəzən müdavimlər nəyi düşünür? Fikirləşirlər ki, müəyyən bir ardıcıllıq varsa, deməli orada mütləq ki, səbəb-nəticə əlaqəsi var. Bunu necə izah edə bilərəm mən sadə şəkildə? Deməli, alı kişi qolundan danışaq. Deməli, alı kişi kör olur. Və sonra Rövşənə bəzi tövsiyələr verir. Deyir ki, o atlara insan gözü dəyməməlidir. Rövşən də gedir 39-cu gündə baxır atlara və atların qanadı çıxmır. İndi burada ardıcıllığa baxaq. Biz deyə bilərikmi, alı kişinin gözləri kör oldu və nəticədə atların qanadları çıxmadı. Deyə bilmərik, amma bunu bəzən müəllimlər götürür. Və bunu tapmağın ən asan yolu nədir? Biz bu tipli testlərdə səbəbin nəticəsi bu ola bilər kimi düşünməkdənsə, bu nəticənin səbəbi bu ola bilərmi kimi düşünsək, bu testləri daha asan şəkildə taparıq. Yəni düşünsək ki, məsələn, atların qanadı çıxmadı. Nəticə bu oldu da, bu nəticənin səbəbi nə idi? Rövşənin onlara baxması. Deməli, bu daha asan yoldur. Ona görə də belə baxsaq, məncə daha yaxşı olar. İndi testimizə baxaq görək necə olur.
Birinci fikirdə deyir, balaca qara balığı arxın harada qurtardığını, yaşadığı yerdən başqa yerdə yaşayış olub-olmamağı fikri narahat eləyir və nəticədə balaca qara balıq anasını və digər qarşısında durmaq istəyənləri geridə qoyaraq istəyinin ardınca gedir. Deməli, bunun getmək səbəbi nədir? Marağı. Nəticənin səbəbi nə oldu? Maraq oldu. Deməli, bu fikri götürə bilərik. Çünki əsərdə həqiqətən də balıq bilmək istəyir ki, o sadəcə bu arxın içindəmi qalacaq? Yəni sadəcə dünya bu arxdanmı ibarətdir? Və nəticədə nə edir? Heç kəs vecinə almır, çıxıb gedir. İkinci fikrə baxaq. İlbiz öz fikirlərini digərləri ilə bölüşür. Nəticədə ana balıq bunu bildiyi üçün İlbizi öldürür. Bu fikir tamamilə yanlışdır. Düzdür, biz görürük ki, onlar qeyd eləyir ki, İlbiz öz fikirlərini başqaları ilə bölüşüb. Qonşu balıq da bunu deyir və sair digərləri də deyir. Amma ki, nəticədə ana balığın İlbizi öldürmə fikri əsərdə yoxdur. Biz İlbizin necə öldüyünü, nə formada öldüyünü, kimin tərəfindən öldürüldüyünü bilmirik. Ona görə ikinci fikri çıxırıq. Balaca qara balıq qurbağanı geridə qalmış nadan adlandırır. Qurbağa balığın üstünə cumur. Deməli, həqiqətən də bu fikir doğrudur. Balaca qara balıq gəlir qurbağanın yanına, onu başa salmağa çalışır ki, o da uşaqlarını başa salsın. O da qurbağa deyir ki, mən indiyə kimi burada yaşamışam. Burdan başqa yerdə yaşayış yoxdur. Uşaqlarımın başını qatma mənim. O da deyir ki, yəni sən nadansan da, yəni cahilsən, heç nə bilmirsən. Bunun nəticəsində qurbağa balığın üstünə cumur. Su da qarışır, balıq bir də baxır görür ki, tamamilə başqa bir yerdədir. Bu fikir də götürdük. 4-ə baxaq. Balıq kərtənkələni ağıllı, dünya görüşü geniş olan adlandırır və ona sual verir. Deməli, bu fikri birbaşa çıxa bilərik. Nəyə görə? Çünki kərtənkələnin dünya görüşü geniş olan adlandırmır. Deyə bilərsiniz ki, müəllim, bəs niyə bu qədər kiçik məqama toxunmusunuz? Çünki yenilənən əsərlərdə özləri dövlətin özü sual verib. Məsələn, bəzi əsərlərdə bu nüansa baxmışam ki, həmin suallarda kiçik bir sözə görə variant seçimi qoyublar. Bir sözdə var ki, dünya görüşü var, birində yoxdur. Deməli, dünya görüşü var olanı götürürlər, digərlərini götürmürlər. Halbuki bircə dənə fərq o sözdür. Deməli, biz nə etməliyik? Buna daha çox diqqət yetirməliyik. Aha, 4 də səhv oldu. 5-ə baxaq. Balaca qara balıq rizə balıqlarını ürəkləndirir. Nəticədə onlar birlikdə okeanı tapmağa gedirlər. Bu fikir də tamamilə yanlışdır. Nəyə görə yanlışdır? Düzdür. Balaca qara balıq rizə balıqlarını ürəkləndirir. Amma onlar nəticədə okean tapmağa getmir ki, onların okeandan nə xəbəri var? Balaca qara balıq getdikcə böyüyür, getdikcə böyük yerlərə gedir və böyük yerlərdən gedəndə xəbər olur. Onun əvvəlcədən okeandan xəbəri yox idi. Ona görə də okean tapmaq xəyalı ilə nəsə etmək ehtimalı da yoxdur. Yəni fikir yanlışdır. 6-da balaca qara balıq balıqudandan qurtulmaq üçün onu aldatmağa çalışır və özünü suya atır. Nəticədə balıqudan balığa aman vermədən tutub onu udur. Fikir tamamilə doğrudur. Deməli, balaca qara balığın balıqudandan qurtulmaq üçün belə bir planı olur ki, o desin ki, mən öləndə zəhərli bir balığa çevrilirəm. Mən yeməyə vaxtın olmayacaq da, mən zəhərli olsam sən məni atmalı olacaqsan. O da görür ki, bu ölülüyə vurub özünü və baxanda balıq özünü tez suya atır. Və balıqudan da tez başını suya vurub deyir ki, onu udun, o yenə qaçmasın da, yəni bu fikirlə onu tez udur. Nəticədə bu proses baş verir. Tez udmağının səbəbi də bu olur. Deməli, cavabımız oldu 1, 3 və 6. Yəni D variantı. D götürsəniz doğru götürmüş olacaqsınız. 8-də deyir, Nizami Gəncəvi İskəndərnamə əsərinə əsasən verilən fikirlərin doğru və ya yanlış olma baxımından uyğunlaşdırın. Belə bir qrafikimiz var. Deməli, birinci fikirdə deyir, İskəndər peyğəmbərlik səfərinə çıxarkən 4000 pəhləvanı da özü ilə aparır. Bu pəhləvanların hər biri bir orduya deyəcək əskərlərdir. Bu fikir yanlışdır. Nəyə görə yanlışdır? Çünki İskəndər peyğəmbərlik səfərinə çıxanda 4000 yox, 100.000 pəhləvanı özündən aparır. İkincidə deyir, Dəvalının İskəndərə rusların əməlləri barədə verdiyi məlumatdan sonra İskəndər rusları məğlub edir və Nüşabəni xilas etdikdən sonra Dəvalı ilə evləndirir. Tamamilə doğrudur. Dəvalı gəlir ki, bəs ruslar Bərdiyə belə eləyib və İskəndər də gedir, onları məğlub eləyir, sonra Nüşabəni xilas eləyir və sonra da Nüşabəni Dəvalı ilə evləndirir.
Dar ölərkən İskəndərdən 4 istəyi olur. Bunlardan biri də qızı Rövşənəklə İskəndərin evlənməsidir. Səhvdir. Nəyə görə səhvdir? Çünki Dar ölərkən İskəndərdən 4 yox, 3 istəyi olur. Biri İran taxtına toxunmamaq, ikincisi hərəminə toxunmamaq, üçüncüsü Rövşənəklə evlənmək. İran taxtına toxunmamaq deyəndə yəni vəzifəni deyir, nəzərdə tutur. Aha. Deməli, 4-cüyə baxaq. Bu da yanlış oldu. İskəndər zəncilərin hədsiz sayda qoşunu olduğunu öyrənəndə qorxur, amma vəzirinin məsləhəti ilə yenə də onlarla döyüşür. Tamamilə doğrudur. Deməli, İskəndər əvvəlcə qorxur, çəkinir ki, bəs udar, udmaz, problem olar, olmaz. Ərəstuya deyir. Ərəstu da deyir ki, nə itirirsən ki? Get döyüş. Əgər qalib gəlsən, adın sanın olar. O da gedir döyüşür. O da əməl eləyir, yəni o saat. 5-də İskəndər Daranın ölüm xəbərini eşidəndə onun yerini soruşur və onu Kəyan dövlətini bəzəyən sərdar adlandırır. Tamamilə doğrudur. Əvvəlcə öldürtdürür, sonra da Kəyan dövlətini bəzəyən sərdar adlandırır. Belə də bir insan idi. İskəndər peyğəmbərlik səfərinə ilk Məğribdən başlayır, sonra Məqduniyə, sonra Misrə gedir. Səhvdir. Nəyə görə səhvdir? İlk Məqduniyyədən başlayır, sonra Məğribə, sonra Misrə gedir. Deməli, fikirlər necə oldu? Yanlış, doğru, yanlış. Doğru, doğru, yanlış. Yəni cavabımız olur C variantı. C götürsəniz düz götürmüş olursunuz. 9-cu suala baxaq. Deyir, Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin əsəri ilə bağlı cədvəldəki uyğunsuzluğu tapın. Fəxrəddinin digər obrazlara münasibəti ilə bağlı doğru fikirlər, yəni yanlışı tapmalıyıq. Digər obrazların Fəxrəddinə münasibəti ilə bağlı yanlış fikirlər, yəni doğruları tapmalıyıq. Çünki bizdən uyğunsuzluq istənilir. Birinci fikrə baxaq. Fəxrəddin Rüstəm bəyin onu öldürmək istədiyini biləndən sonra belə onunla yenə barışmaq istəyir. Bu fikir yanlışdır. Çünki əsərdə belə bir məqam yoxdur. Yəni biz görürük ki, Hürü nənə gəlir Fəxrəddinə deyir ki, onların bu fikri var. Fəxrəddin də buna bir əlac qılmağa çalışır. Yəni dayı demir ki, Rüstəm bəylə gedim yenə barışım. Yəni bu fikir olmadığına görə bunu çıxırıq və götürürük. Nəyə görə? Çünki səhv istəyirdi bizdə burdan. İkinci fikrə baxaq. Fəxrəddin bütün problemlərə baxmayaraq heç kimin ölməyini istəmir. O istəyir ki, düşmən sadəcə qorxub geri çəkilsin. Tamamilə doğrudur. Hətta qardaşına deyir ki, kiməsə güllə dəysə mənim gözümə dəymiş sayılır. Fikir doğrudur deyə götürmürük, çünki bizdən bu hissədə yanlışlar istənilir. 5-ci məclisdə Fəxrəddin Mahmud bəyin ölümünə pis olur və düşünür ki, bir Fəxrəddinin olmağı ilə cəmiyyət dəyişməyəcək. Bu fikir yanlışdır. Nəyə görə? Ona görə götürürük. Nəyə görə yanlışdır? Çünki bu hadisələr 5-ci məclisdə yox da 6-cı məclisdə baş verir. İkinci hissəyə baxaq. Fərhad düşünür ki, Fəxrəddin kimi oğlanı öldürsə, onun əli quruyar. Bunu Fərhad yox, Məhərrəm düşünür. Buna görə fikir yanlışdır. Bizdən doğru istənildiyinə görə 4-ü çıxırıq. Səadət öz sevgisini bir kənara qoyaraq Hürü nənədən söz göndərib Fəxrəddinin getməyini istəyir. Amma bildirir ki, Fəxrəddin getməmiş onu mütləq görsün. Bu fikir doğrudur. Səadət hər nə olur olsun, Fəxrəddinin getməyini də göz alaraq deyir ki, onu görməmək ehtimalı belə olsa da, o getsin. Əsas odur ki, o sağ olsun. Onun üçün bir problem yaranmasın. Bunu da deyir ki, Hürü nənə, Səadət deyir ki, getməmiş bir məni də görər. Məni görməmiş getməsin. 6-cı fikirdə mələk Fəxrəddini və onun əməllərini anlayır. Amma onun tək düşündüyü intiqamdır. Deməli, ilk olaraq mələk Fəxrəddini və onun əməllərini anlamır. Anlasaydı, bu hərəkətləri etməz və intiqam güdməzdi. Ona görə də fikir yanlışdır. Və biz bu fikri götürmürük. Çünki bizdən doğrular istəyirdi bu hissədə. Deməli, bizim cavabımız oldu 1, 3 və 5. Yəni, E variantı. 10-cu suala baxaq. İlyas Əfəndiyev Xurşudbanın Natəvan əsərindəki obrazlarına bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Azərbaycanlıların igidliyinin Qarabağ atları ilə mükafatlandırıldığını düşünür. Bu fikir Mixayloya yox da can işinə aiddir. Ona görə də bunu çıxırıq, çünki uyğunluq istənilib. İkinci fikir, bu obraz düşünür ki, şəhzadəni yox, onu yetişdirən mütləqiyyəti dağıtmaq lazımdır. Bunu düşünən həqiqətən də Seyid Hüseyndir. Digərləri deyəndə ki, gedək şəhzadəni öldürək. O deyir ki, onu öldürməklə nə əldə edirsiniz? Day da deyir, dövləti qaralamış olursunuz. Amma ki, onu yetişdirən mütləqiyyət dağılsa, hər şey daha yaxşı olar. Bu fikri götürdük, çünki Seyid Hüseynə aiddir.
Üçüncü fikrə baxaq. Mütləqiyyət üsuli idarəsinin yetişdirdiyi qəddar tüfeyllilərin Lermontov kimi şairi tez məhv etməyinə təəssüflənir. Bu fikir Xurşudbanu Natabana aid deyil. Ona görə çıxırıq. Bu fikir Mixaylova aid olacaq. Dördüncü fikirdə deyir, bu obraz düşünür ki, Natəvan kimi bir xanımı Knyaz Xasay qoyub gedibsə, Natəvan heç onu düşünməməlidir. Bunu həqiqətən də Daşdəmir deyir. Buna görə bunu götürə bilərik. Bəyim bu haqda təəssüflənəndə deyir ki, yəni heç belə baxanda Natəvan təəssüflənməməlidir, pis olmamalıdır ki, Knyaz Xasay onun kimi bir qadını qoyub gedib. Yəni təəssüflənməli olan əslində Xasaydır da, yəni Daşdəmirin dediyindən bu çıxır. 5-ə baxaq. Deyir, Lermontovun Azərbaycan dilinə valeh olduğunu, onu Şərqin fransız dili adlandırdığını qeyd edir. Kim? Tervahan. Həqiqətən də bu fikir doğrudur. Bu nitq ona aiddir. 6-da deyir, İran hökmdarlarını farslaşdırmaq siyasətini xoşbəxtlik kimi görür. Çünki düşünür ki, bu siyasətin nəticəsində dövlət işlərində birgə iştirak edə bilərlər İranlılardan. Bu fikri deyən Zahir bəy deyil. Bu fikri Məliküdövlə deyil. O Xurşudbanu Natəvanla danışmağa gələndə Natəvan soruşur ki, yəni siz necə baxırsınız bir Azərbaycanlı qadının İran şahzadəsindən 33-cü yoldaş kimi getməyinə necə baxırsınız? O da deyir ki, əlbəttə yaxşı baxıram deyir. Mən onların deyir bu farslaşdırmaq siyasətinə də yaxşı baxıram. Çünki onlar istəyir ki, biz də vəzifədə olaq. Biz farslaşdıq, onlar kimi vəzifədə ola bilərik. Natəvanın da başına bir qaynar su tökülür ki, bu nə danışır belə? Deməli, cavabımız oldu 2, 4 və 5. Yəni B variantı. B götürsəniz düzgün cavabı götürmüş olacaqsınız. 11-ci suala baxaq. Deyir, Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib əsəri əsasında qurulan cədvəldəki uyğunluğu müəyyən edin. Cədvəldə nə deyir? Bu obraz özünün nitqi ilə ifşa Deməli, bu fikrə aid 2 dənə obraz tapılmalıdır. Sonra da birinci obraza aid 3-cü fikir tapılmalıdır. Hər iki obraza aid 4-cü fikir tapılmalıdır. Yəni 4-cü fikir ortaq olmalıdır iki obraz üçündə. Gəlin görək hansı variant bu cədvələ uyğunluq təşkil edir. Birdə Mirzə Mövsüm və Mirzə Yəhyanın adı var. Həqiqətən də bu iki obrazın ikisi də öz nitqindən özünü ifşa edir. Həmçinin B variantında Yəhyadan Mövsüm, Sərdar Zamanxandan Mirzə Yəhya, Mirzə Mövsüm və Sərdar Zamanxan. Bunların hər biri öz nitqindən özünü ifşa edir. Yəni obrazların hər biri uyğundur əslində. Gərək görək fikirlər uyğundurmu? Deməli səhvlər fikirlərdədir. Üçüncü fikirdə deyir, hökmdar kimin evinə gedirsə, həmin adamların pul bağışlamalı olduğunu deyir. Həqiqətən də Mirzə Mövsüm belə səhvlər eləyir və bunu da etiraf eləyir. Səhv elədiyini yox da, yəni bunları etdiyini. Aha, 4-də deyir, xəzinədəki gəlirin azalmasına səbəb olur. Heç bir obraz, yəni daha doğrusu burada verilən heç bir obraz xəzinədəki gəlirin azalmasına falan səbəb olmuyor. Əksinə, artmasına səbəb olur. Etdikləri usulsuzluqlar onların xəzinəsinin artmasına səbəb olduğu üçün etdiklərinə haqq qazandırırlar. Deyirlər ki, bizdən yaxşısı yoxdur. Yəni buradakı azalma fikri yanlışdır. Ona görə A variantı getdi. B-də 3-cü fikir deyir ki, tutduğu vəzifəyə görə hər kəsdən müəyyən miqdarda pul tələb eləyir. Bu Mirzə Yəhyə aid deyil, Mirzə Mövsümə aiddir. Ona görə 3-cü fikir heç uyğun gəlmədiyinə görə beni birbaşa çıxırıq. Çünki 3-cü fikir birinciyə aid gəlməli idi. Aid olmalı idi. C-də Sərdar Zamanxan və Mirzə Yəhya verilibdir. 3-cü fikirdə, yəni birinciyə aid olan fikirdə deyir ki, 10 il bundan əvvəl düşməndən sayca üstün olmaqlarına baxmayaraq, qoşununu qırdırmamaq üçün onları başqa taktika ilə məşğul edir. Bu fikirdə, bu variantda belə getdi. Nəyə görə? Çünki düşməndən sayca üstün deyildilər. Hətta deyir ki, onlara nə qədər sayca bərabər olsa da, belə bir dinə aid olan qoşunu onlara qırdırmaq istəmir Sərdar Zamanxan. Və nəticədə o mükəmməl taktikasını işə salır, ölkəni abadlaşdırır. Nəysə, keçək D variantına. Bu fikirdə səhv olduğuna görə onun C-ni çıxdıq. 3-cü hissəyə baxaq. Deyir, gördüyü tədbir əsasında dövlətin xəzinəsi pulla dolur. Mirzə Mövsüm bəli belə şeylər edir. Deməli, 3-cü fikir düzdür. 4-ə baxaq. Osmanlı qoşunu onun tədbirinə görə 3 gün içərisində Təbrizdən çıxmalı olur. Deməli, biz nə demişdik? Demişdik ki, 4-cü fikir hər ikisinə aid olmalıdır. Burada isə 4-cü fikir hər ikisinə aid deyil. Sadəcə Sərdar Zamanxana aiddir. Yəni 4-ü də çıxırıq, yəni D-ni də çıxırıq, o da gedir. E variantında 3-cü fikir, gördüyü tədbir nəticəsində qoşun əhli məvacibsiz qalsa belə, xəzinənin mədaxili çoxalır. Tamamilə doğrudur.
Mirzə Yəhya elə bir şey edir ki, camaat acından ölür, amma yenə də ki, dırnaqarası acından ölür. Amma yenə də ki, xəzinə də olur. Əsas odur ki, xəzinədə qızıl çox olsun. Camaat ölsə nə olasıdır ki, nə problemdir? Dördüncü fikir, gördüyü tədbirlərin nəticəsində dövlətin zərərsiz şəkildə həmin dövrü ötürdüyünü danışır. Bəli, bunu düşünür, bunu danışır. Hər bir obraz bunu eləyir. Həm Yəhyadır, Mövsümdür, Sərdar Zamanxandır. Hər biri düşünür ki, onlar əla insanlardır, əla işlər görüblər və düşünürlər ki, onların gördüyü işlər heç bir zərər verməyib dövlətə və dövlətdəkilərə. Yəni E variantını biz doğru cavab kimi götürə bilərik. Çünki bu ikisi üçün dördüncü fikir ortaqdır. Üçüncü fikir də sadəcə birinci obraza aiddir. Yəni E olur bizim doğru cavabımız. 12-ci suala baxaq. Deyir, Cəlil Məmmədquluzadə anamın kitabı əsəri ilə bağlı cədvəldə yanlış fikirlərin qarşısında Qaraxana, doğru fikirlərin qarşısında Ağxana verilməli idi. Hansı variantda bu uyğunluq pozulub? Deməli, doğrunun qarşısında olmalı idi. Ağ, yanlışda qara olmalı idi. Biz bunu işarətləyək. Hansında uyğunluq pozulsa onu götürməliyik. Ada deyir ki, ikinci məclisdə Səlimə xanımın bir dəfə danışdığını gördüyümüz halda Münəvvər xanım ümumiyyətlə danışmır. Biz ikinci məclisdə Səlimə xanımın danışdığını görmürük. Ona görə də bu fikir yanlışdır. Və yanlışın qarşısına yanlış verildiyinə görə də bunu çıxırıq. Çünki uyğunluq pozulmayıb. Aslan bəy çobanlara 2 vacib sual verməyinə baxmayaraq çobanlar 2 sualı da başa düşmür. Tamamilə doğrudur. Deməli, bunu da çıxırıq, çünki uyğunsuzluq yaratmır. Aslan bəy əvvəlcə deyir ki, infeksiya üçün nə edirsiniz? Sonra da deyir ki, temperaturuna baxırsınızmı? Əlbəttə ki, çobanlar bunu başa düşmür və nəticədə gülünc bir vəziyyət yaranır. İki qardaş senzor soruşanda ixtisasını qeyd etdiyi halda Səməd Vahid o soruşmadan ixtisası barədə məlumat deyir. Deməli, bu fikir tamamilə yanlışdır. Yanlış olduğu üçün də onu götürürük, çünki yanlışdır. Uyğunsuzluq yaradıbdır. Nəyə görə uyğunsuzluq yaradıb? Ümumiyyətlə senzor soruşmadan ixtisası barədə məlumat verən yoxdur. Fikir yanlışdır. Deyə keçək. Qurban Aslan bəyin yaşadığı yeri bilmədiyi üçün onun yanına gedə bilmədiklərini deyir. Bu fikir yanlışdır. Ona görə çıxırıq. Nəyə görə yanlışdır? Çünki bunu Qurban yox, Qəmbər deyir. Variantına baxırıq. Deyir, Gülbahar birinci hambalın qulağına nəsə deyir. O çıxıb gedir. İkinci hambala isə biraz çöldə gözləməyin deyir. Bu fikir də doğrudur. Görür ki, anasının vəziyyəti pisdir. Birinci gəlir, onu yola salır, göndərir. İkinci də deyir ki, ay bala, çöldə gözlə. Deməli, cavabımız oldu. C variantı. C götürsəniz doğru cavabı götürmüş olacaqsınız. 13-cü suala baxaq. Elçin Hüseynbəyli qəsd edilmiş gözəllik və Eyvaz Zeynallı tənha nar ağacı əsərləri əsasında qurulan müqayisə cədvəlinə əsasən uyğunluğu müəyyən edin. İlk olaraq biz bu cədvəli necə işləyirik? Bu cədvəl əslində bizə müəyyən müddətdir ki, tanış bir cədvəldir. Yəni, imtahana gedən müəllimlərimizdir, şagirdlərimizdir, bu cədvəldən tanışdır. Amma yenə də imtahana ilk dəfə gedəcək olan insanlar üçün bu cədvəli izah eləyəcəm. Cədvəl necə işlənilir? Deməli, burada verilən fikirlər ancaq bu əsərə aid olmalıdır. Burada verilən fikirlər ancaq bu əsərə aid olmalıdır. Burada isə ortaq fikir verilməlidir. Əgər bu hissədə, burada 1-də və ya 2-də ya 3-də və ya 4-də ortaq fikir verilərsə, bu səhv olur. Çünki ortaqlar burada olmalıdır. Əgər ki, bu hissədə sadəcə birinə aid fikir verilərsə, bu da səhv olur. Çünki bu hissə ortaq hissədir. Yəni, yekunda öz yerində olmayan hər şey səhvlik yaradacaq. Aha, gəlin suala baxaq indi. Qəsd edilmiş gözəllik əsərinə aid fikirləri tapaq. Deyir, düşmənin qoyduğu sərhəd nəticəsində insanlar çətinliyə düşür. Həqiqətən də qəsd edilmiş gözəllik əsərində düşmən bir sərhəd qoyur və insanlar düşünür ki, biz necə dolanacağıq? Axı biz deyir, mal qaramızı orada otladırdıq da. Əlbəttə ki, bu dövlətin bir o qədər də vecinə olmur. Həmin dövrdəki dövlətin bir o qədər də vecinə olmur. Ona görə də İnsanlar çətinlik yaşasa da bu problemi həll edə bilmirlər. Birinci fikir tamamilə doğrudur. Həmçində tənha nar ağacından əlaqəsi yoxdur. İkinci fikirdə deyir, Sabirin atası aldığı xəbərinə düşünür ki, onlar belə bir şey olsa batacaqlar. Bu fikir yanlışdır. Nəyə görə yanlışdır? Çünki bunu düşünən Sabirin atası deyil, əmisidir. Üçüncü fikrə baxaq. Təsvir edilən ana obrazı oğlunun istəyinə qarşı çıxmır, onu duaları ilə dəstəkləyir.
Bu fikir doğrudur. Necə doğrudur? Həqiqətən də Tənha Nar Ağacında İlqar obrazının anası düşünür ki, oğlu getsə yaxşı olacaq da. Yəni oğlu fikrini deyəndə ona deyir məhəbbətlə baxır anası. Yəni onun haqqında heç bir mənfi fikirləşmir ki, bəs gedəcək, oğlum qayıtmayacaq, heyf olacaq. Bu kimi düşüncələr onun beynindən keçdiyini biz əsərdə görmürük. Üçüncü fikri də buna görə doğru götürürük. Dördüncü fikirdə deyir, düşmənin amansız hücumu nəticəsində İlqar birinci əmisini, sonra atasını itirir. Bu fikir yanlışdır. Biz İlqarın əmisini itirdiyini heç görmürük. Yəni fikir yanlış olduğuna görə onda çıxdıq. 5-də deyir, düşmən hücumu nəticəsində çətinliklə üz-üzə qalan xalqın təsvir olunduğunu görürük. Biz qəsd edilmiş gözəllikdə düşmən hücumunu görmürük. Yəni düşmən hücumu əsasında çətinlikdə qalmaq yoxdur orada. Ona görə 5-ci ortaq ola bilməz. Altıncıda deyir, yad ellilərin əməli nəticəsində millətimiz mənfi bir vəziyyətdə qalır, həmin an bir çıxış yolu tapılmır. Tamamilə doğrudur. Yad ellilərin əməli nəticəsində qəsd edilmiş gözəllikdə insanlar müəyyən bir əraziyi onlar əllərindən aldığı üçün yəni dolanmaqda çətinlik yaşayacaqlar. Tənha Nar Ağacında isə yad ellilərin basqını nəticəsində insanlar ellərindən, obalarından kənar düşürlər. Bu qədər insanlarımız şəhid oldu. Və ona görə də əlbəttə ki, bu mənfi bir vəziyyətdir və həmin anda bir çıxış yolu tapılmamışdı. Deməli, 6-nı götürə bilərik. 6 həqiqətən də ortaq fikirdir. 1, 3 və 6 bizim cavabımız olacaq. Yəni A variantı götürsəniz doğrunu götürmüş olacaqdınız. 14-cü fikrə baxaq. Deyir, aşağıda verilən nümunəyə əsasən doğru fikirləri müəyyən edin. Nümunəmizdə deyir ki, dəniz gəlir dalğa-dalğa, qıvrım-qıvrım dönür geri. Dönür geri sənsiz görüb sahilləri, küləklər də sığallamır, çiçəkləri səndən ayrı. Nəğmələr də nəğmələmir səndən ayrı. Aha, bu hissə haqqında fikirlərə baxırıq, doğru olanları götürürük. Birinci fikirdə deyir, Rəsul Rızanın Qızılgül olmayaydı əsərindən bir parça olan bu əsər sərbəst şeir formasında yazılmışdır. İlk olaraq bu əsər həqiqətən də Rəsul Rızanın bir şeiridir, amma ki, Qızılgül olmayaydı əsərində verilməyibdir. Yəni səndən ayrı şeiridir, tamamilə başqa bir şeirdir. Ona görə birinci fikir yanlışdır, biri çıxırıq. İkinci fikrə baxaq. Deyir, nümunədə sərbəstlik hiss olunur və buna əsasən deyə bilərik ki, bu şeir qaydasız halda yazılıbdır. Bu fikir də yanlışdır. Nəyə görə yanlışdır? Çünki sərbəst şeir o demək deyil ki, tamamilə qaydalara riayət eləməsin. Bu yanlış fikirdir. Sərbəst şeir belə olsa, müəyyən ahəngə, ritmə uyğun olmalıdır. Ona görə də biz tamamilə qaydasız deyə bilmərik bu şeir haqqında. Şeir forması haqqında. Üçüncü fikrə baxaq. Deyir, nümunədə bəzi sözlər var ki, onlar xüsusi vurğu ilə deyilir və digər sözlərdən fərqlənir. Axı biz bilirik ki, sərbəst şeirdə müəyyən sözlər var ki, ahəngə uyğun şəkildə vurğusu, intonasiyası fərqli olmalıdır. Çünki bu artıq onun tələbidir. Ona görə də üçüncü fikri düz götürürük. Dördüncü fikrə baxaq. Deyir, bu formada yazılan şeirdə heca vəzninin tələblərinə ciddi riayət olunur. Bu fikir yanlışdır. Nəyə görə yanlışdır? Heca vəzninin tələblərinə riayət var. Yəni onun təsiri görünür. Amma ciddi şəkildə riayət yoxdur. Müəyyən qədər sadəcə biz heca vəzninin təsirini sərbəst şeirdə görürük. Deməli, dördüncü fikirdə yanlış oldu. Beşinci fikrə baxaq. Deyir, verilən nümunədə standart ölçüdən kənara çıxılsa da, ahəngdə müəyyən tarazlıq mövcuddur. Standart ölçüdən kənara çıxmaq deyəndə, yəni onu nəzərdə tutur ki, heca vəzni kimi deyil də, müəyyən bir standart ölçü prinsipi yoxdur. Müəyyən standartdan kənar çıxıla bilər. Amma ahəngdə müəyyən tarazlıq mövcud olmalıdır. Müəyyən ahəngdarlıq bu şeirlərdə mövcud olmalıdır. Bu onun əsas tələblərindən biridir. Ona görə 5-i götürürük. 6-ya baxaq. Deyir, bu şeir formasında yazılan şeirlərdə ahəng tarazlığı, vurğu, intonasiya ilə düzəlir. Tamamilə doğrudur. Bu kimi şeirlərdə ahəng müəyyən vurğu ilə, intonasiya ilə düzəlir. Yəni bu fikri biz doğru fikir kimi götürə bilərik. 6-da bizim doğru fikrimiz olacaq. 6-nı da götürürük. 3, 5 və 6, yəni E variantı bizim cavabımızdır. 15-ci suala baxaq. Yəni sonuncu sualımıza. Xəlil Rza Ulutürkün Laylam mənim, Nərəm mənim şeiri ilə bağlı verilən fikirlərdən hansı uyğunsuzluq yaradır? Gəlin fikirlərə baxaq. Şeirdə Manqurt əsərindəki kimi şifahi xalq ədəbiyyatı janrımız olan layla mövcuddur. Tamamilə doğrudur.
Şeirdə Layladan söhbət gedir. Ona görə də A variantını çıxırıq, çünki uyğunsuzluq yaratmayıbdı. B variantına baxaq. Lirik qəhrəman uşağın yuxuya getməmək səbəbini onun qarnı doyduqdan sonra indi də ruhunu qidalandırmaq istəyi ilə əsaslandırır. Bəli, deyir ki, bəs o artıq doydu. İndi də deyir, gözləyir ki, yuxuya getmir ki, onu mənəvi olaraq doyursun anası həmin o Layla ilə. B variantında çıxırıq, çünki doğrudur. C-də deyir, lirik qəhrəman ana dilini babaların nəfəsi, Koroğlunun qılıncı günəşi adlandırır. Deməli, bu fikir yanlışdır və bizim cavabımız olacaq, çünki uyğunsuzluq yaradır. Nəyə görə yanlışdır? Çünki lirik qəhrəman ana dilini Koroğlunun qılıncı adlandırmır. Yəni, orada elə bir ifadə, elə bir fikir yoxdur. D variantında deyir ki, yurdunu qoruya bilməyən yurdun havasını almamalıdır fikri əsərdəki vacib məqamlardan biridir. Tamamilə doğrudur. Həqiqətən də yazıçı qeyd eləyir ki, yəni yurdunu qoruya bilməyən yurdun havasını almasın da, gedir harda oksigen alır alsın, fərqi yoxdur. Amma əsas odur ki, yurdunda almasın. Doğrudur deyə D-də çıxırıq. E variantına baxırıq. Deyir, Polad körpü adlandırılan ana dili Cənubi və Şimali Azərbaycanı birləşdirən əsas faktordur. Çünki bir milləti millət edən ən vacib şeylərdən biri dildir və biz ayrı olsaq da bizim ortaq dilimiz olması bizi bir edir. Tamamilə doğrudur. Doğrudur deyə bunu da çıxırıq. Çünki biz bilirik ki, bir dövləti bir dövlət edən, onun varlığını təsdiqləyən əsas faktorlardan biri onun dilidir. Və min illər keçsə belə, biz ayrı olsaq belə, Cənubi Azərbaycanda Azərbaycan dili yaşadığı müddətcə biz hər zaman bir olacağıq. Hər nə qədər ərazi olaraq ayrı olsaq da, bu bizim birliyimizi təsdiq edən əsas faktorlardan biridir. Deməli, burada da oldu cavabımız C variantı. C götürsəniz, doğru cavabı götürmüş olacaqsınız. Bu qədər idi müəllimlər. Ümidvaram ki, bu sınaq sizin üçün xeyirli olmuşdur. Hələlik özünüzə yaxşı baxın.